Bakıda Biznes Mərkəzi Klubunun təşkilatçılığı ilə Milli Brendlərin Pərakəndə Zirvəsi 2025 adlı mötəbər forum keçirilib. Tədbirə 400 nəfərdən çox şəxs, şirkət rəhbərləri və media nümayəndələri qatılıb. Biznes Mərkəzi Klubu ötən il Beynəlxalq Pərakəndə Zirvəsini yüksək səviyyədə keçirmişdisə, bu dəfə Milli Brendlərin Pərakəndə Zirvəsini yadda qalan edib. Forumun rəsmi hissəsi Biznes Mərkəzi Klubunun idarə heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. Bu forumumuz Milli Brendlərin Pərakəndə Zirvəsi 2025 adlanır və biz artıq ikinci dəfədir ki, retail sahəsi üzrə, pərakəndə sektor üzrə layihəni ərsəyə getiririk. O, klubun əldə etdiyi nailiyyətlərdən bəhs edərək qarşıdakı dövrdə təqdim olunacaq yeni layihələr barədə ətraflı məlumat verib. Forumda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Kopska İdarə Heyətinin sədri Ramin Şərifov, UAID Ar-Ge və Eğitim Başqanı Cengiz Aygör, Xəzər Media Mərkəzinin Reklam və Marketinq Departamentinin direktoru Gökhan Özkundaqçı, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirin sahibkarlar üçün yeni əməkdaşlıqlar qurmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu qeyd edib. Milli brendlərin Pərakəndə zirvəsində, tədbirində iştirak etməyimizdən çox məmnunuq, çox maraqlı bir tədbir oldu. Ümid edirik davam olacaq. Normalda belə bir bu səpkidə olan tədbirlər yerli sahibkarlığın, yerli brendlərin daha çox nüfuz qazanmasının, daha çox reklam olunmasının və hətta mən deyərdim ki, digər qitələrə açılmasının bir müəyyən vasitəçisi ola bilir. Panel müzakirələrində bir-birimizdən daha çox öyrənəcəyimiz, müzakirə edəcəyimiz mövzuların olduğunu görürük. Ümumi sektorun inkişafında bu cür forumların təqdirə layiq rolu var. Forum çərçivəsində pərakəndə sektorunun inkişafına həsr olunmuş panel müzakirələri baş tutub. Panel müzakirələrində pərakəndə sektorda mövcud vəziyyət, rəqabət mühiti, yerli brendlərin gücləndirilməsi yolları müzakirə edilib. Xatırladaq ki, Biznes TV forumun rəsmi media tərəfdaşlarındandır. Milli brendlərin forumu olduğuna görə yeni brendlərin tanınması, öz yerli markalarımızın artıq cəmiyyətə tanıdılması ilə bağlı çox gözəl təşəbbüsdür. Bir daha bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Burada birgə əməkdaşlıqlar qurulur ki, bugün mən özümdə çox yaxşı əməkdaşlıqlar qurdum. Çox şadam, hər kəsə təşəkkür edirik. İnşallah belə tədbirlər çox olsun. Burada biz həm maarifləndirici məlumatlar aldıq, həm də əlaqələr yaratdıq. Biznesin inkişafında belə dəstək olduqları üçün Rüfət bəyə təşəkkürlər və yeni növbəti illərdə daha böyüklərini təşkil eləmək diləyi ilə. Buradakı tədbirimizdə biz qərara gəldik ki, yerli şirkətlər üçün də geniş bir ortam yarada bilək. İlkində biz həm yerli, həm də beynəlxalq şirkətlərin əməkdaşlıqlarını təşkil etmişdiksə, ikincisində isə bunu ancaq yerli şirkətlər üzərindən hədəfləmişik. İndi əsas məqsədlərimizdən biri də yerli şirkətlərin pərakəndə forum üzrə əhəmiyyətini artırmaq və əməkdaşlıq imkanlarını genişləndirməklə əlavə, həmçinin növbəti 3-cü ənənəvi keçəcəyimiz pərakəndə forumu hazırlıqdır və bizim əsas niyyətlərimizdən biri də növbətisini inşallah xarici ölkədə yerli və beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirməkdir.